hörmətli, əziz məzunlarımız, sizi universitetin kollektivi adından, müəllimlərimiz adından, bugün təhsil alan tələbələr adından ürəkdən salamlayıram, hamınıza xoş gəlmişsiniz deyirəm. Orxan müəllim artıq qeyd elədi, dünən biz İnşaatçılar gününü keçirdik, qeyd elədik və bu münasibətlə də sizin hamınızı ürəkdən təbrik edirəm, sizə fəaliyyətinizdə böyük uğurlar, can sağlığı və xoşbəxtlik arzulayıram. Hörmətli tədbir iştirakçıları, artıq xəbərdarsınız ki, universitetimizdə məzun assosiasiyasının qurulması barədə çoxdan bəri işlər gedir. Biz sizinlə, digər məzunlarımızla artıq bir görüş keçirdik. Orada biz nə düşünürük, nə etmək istəyirik və siz məzunlar buna necə reaksiya verdiniz, o barədə söhbət elədik, sizin də fikrinizi aldıq, hazırlıq işlərini apardıq və bugün axır ki biz məzun assosiasiyasının təsis yığıncağını keçiririk. Bugünə qədər sənədləşmələr aparılıb, bütün lazımi hazırlıq işləri görülüb və bugün biz bu faktı artıq təsdiq edəcəyik. Bu münasibətlə mən yenə də özümüzü də, sizi də təbrik edirəm. Düşünürəm ki, bu çox böyük bir hadisədir. Bilirsiniz, bizim ölkəmizdə 20-ci əsrin ortasından başlayaraq bugünə qədər nə tikilibsə, onun çox böyük əksəriyyətini bizim universitetin məzunları tikib. Buna heç kəsin şübhəsi yoxdur, yəqin ki, razısınız məndən. Çünki yalnız son 15 ildə digər ölkələrdən gələn şirkətlər qatılıb bizim inşaat fəaliyyətimizə. Yalnız son 10 ildə digər universitetlərdə də bizim ixtisasları hazırlamağa başlayıblar. Bundan əvvəl isə bizim məzunlarımız ölkədə bütün tikinti işlərini aparırdılar və bizim universitetimiz ölkədə bu sahədə yeganə mütəxəssis hazırlayan bir universitet idi. Bugün artıq çox böyük rəqabət var bu sahədə. İnşaat mühəndisliyi, memarlıq çox tələb olunan ixtisaslardır. Və ona görə də bir sıra başqa universitetlər də bu ixtisasları açıblar, digərləri də açmağa can atır. Çünki gənclər də bu ixtisaslara həvəslə gəlirlər. Niyə gəlirlər? Onu da siz özünüz başa düşürsünüz. Ona görə ki, bu sahə inkişaf edən bir sahədir. Torpaqlarımızın 30 ilə yaxın işğalından sonraki azad olundular. Orada çox böyük, geniş miqyaslı tikinti quruculuq işləri görülür və bu miqyas get-gedə də artacaq. Bu ləngiyən deyil, səngiyən deyil. Uzun illər hələ bu işlər davam edəcək. Beləliklə, Azərbaycanda elə uzun illər inşaatın çox böyük inkişafı görsənir, aydındır və əlbəttə ki, inkişaf edəndə iş yerləri də çoxdur. Demək olar ki, kifayət qədər bugün maddi təminat da var, gələcəkdə daha da yaxşı olacaq. Bir də ki, inşaat, memarlıq, quruculuq fəaliyyəti kimi həmişə gəncləri cəlb edib. Və əlbəttə ki, bu universitetin yaranması da elə Ulu Öndər Heydər Əliyevin inşaata, quruculuğa, memarlığa xüsusilə də özünün çox böyük həvəsinin, rəğbətinin olmasının nəticəsidir ki, o zaman Cənubi Qafqazın 3 respublikalar arasında ilk dəfə bizim universitet yaradıldı. Məhz inşaat, memarlıq sahəsi üçün mütəxəssis hazırlayan universitet olaraq. Və əlbəttə biz bu barədə 50 illik ərəfəsində, 50 illik tədbirlərində daha ətraflı danışacağıq. Amma bu illər ərzində mən düşünürəm ki, bizim universitetin kollektivi Ulu Öndərin etimadını doğrultdu. Bugün Azərbaycan Respublikası Prezidentinin İlham Əliyev cənablarının universitetimiz qarşısında qoyduğu vəzifələri canla, başla yerinə yetirmək üçün səylə çalışdı və biz ölkəmizə gözəl mütəxəssislər vermişik.